Salam uşaqlar, monitorinq suallarına bir neçəsinə baxırıq. 30-cu sualda səma sürtünmə qüvvəsini araşdırır. O bunun üçün 3 eyni kütləli cisim götürür. Cisimlər müxtəlif maddələrdən hazırlanmışdır. Sonra növbə ilə cisimləri mail taxtanın ən yuxarısında qoyur, sərbəst buraxır. Onların axıra qədər sürüşmə müddətləri cədvəldə qeyd edilir. Ən sürətli hərəkət edən cisim hansı olduğunu sizdən soruşur. Görürsünüz ki, materiallar plastik, taxta və rezindir. Plastik 2 saniyə sürüşüb, yəni mail taxtanın üzərindən yerə düşür. Taxta 4 saniyə düşür, rezin isə 7 saniyədə. Burada gördüyünüz kimi rezin ən gec düşür, plastik isə ən tez düşür. Hansı ən tez düşürsə, deməli onun sürəti daha böyükdür və ona görə doğru cavab olacaq plastik. 31-ci sualda deməli 3 cisim verilib sizə. X, Y və Z cisimləri. X və Z deməli burada biraz aydın görünmür. Y və X cisimləri aşağıda, Z cismi isə biraz yuxarıdadır. Yuxarıda olan cismin potensial enerjisi bilirsiniz ki, daha böyük olur. Çünki potensial enerji cismin kütləsindən və hündürlüyündən asılıdır. Aşağı hissədə olan cisimlərin isə kütləsi daha böyük olan Y cismidir. Y cisminin potensial enerjisi X cisminin potensial enerjisindən böyükdür. Amma Z cismi daha yüksəklikdə olduğuna görə onun potensial enerjisi, yəni yerdən olan hündürlüyü daha çox olduğuna görə potensial enerjisi daha böyük olacaq. Ona görə burada doğru cavab D variantıdır. 32-ci sualda şəkildə elektrik dövrəsi təsvir edilmişdir. Hansı lampalar yanar? Baxaq şəklə, gördüyünüz kimi X və Y lampaları yanmayacaq. Çünki onlar açar orada açıq olduğuna görə və dövrədə paralel birləşmə olduğuna görə aşağı hissədən cərəyan keçəcəkdir. Ona görə Z lampası yanacaqdır. Və sonra deməli burada bir suala da baxırdıq. Baxın, burada deməli deyir ki, 2 yeni lampa elektrik dövrəsinə əvvəlcə ardıcıl qoşulur və bir dövrəsidir. Bu sonra isə həmin lampalar eyni dövrəyə paralel qoşulur. Açar qapandıqda dövrədəki lampaların işıqlanmasına aid məlumatlardan hansı doğrudur? Və qaydaya əsasən yəqin ki, yadınızdadır ki, uşaqlar, ardıcıl birləşmədə lampalar daha zəif yanacaqdır və naqidən keçən cərəyan dəyişmir lampaların, amma və eyni zamanda bilirsiniz ki, dövrə qapananda lampalardan cərəyan keçəcək, hər ikisindən eyni qədər cərəyan keçər və lampalardan ardıcıl birləşmədə biri sıradan çıxırsa, o birisi də deməli sönəcəkdir. Yəni birinci dövrədə daha zəif olacaq, paralel birləşmə isə nisbətən daha lampalar parlaq yanır. Ona görə də deməli burada baxırıq, doğru cavab olacaq A variantı. Bir dövrəsindəki lampalar daha zəif işıqlanar.